evdən çıxanda hər gün iki cümlə dinən, aşura ziyarəti oxuyanmışsan, gündə dinən, Əssalamu aleykə ya Əbə Abdullah, Əssalamu aleykə və aləl ərvahilləti hallət definayı. İki cümlə söz. İmam Hüseynə və sahabəsinə salam. Hər gün evdən çıxanda üzü qibləyə deyən bunu deyir, get. Ən azı, bu da olsa olsun. Olsun, amma davamlı olsun. Mənim sözüm budur ki, Rəcəb ayında, Şəban ayında, Ramazan ayında əməllərimizi artıraq bir qədər. Oruç tutaq, heç olmasa bir dəfə, 3 gün, nə qədər çox tuta bilirsən. Günlər oturaq deyək, mən başa düşənəcəm. Gözləməyək valla, vaxt gedir, əməllər düşüncəyə təsir göstərir. Odur ki, özünü tərbiyəni bundan başlamaq lazımdır. Bir cümlədə deyim sözümü tamamlayayım, bir dənə əməl görsən eləyərsən. Tuttu da, bir əməl, mən bir alimdən eşitmişəm, həmişə ümid bundan alıram, bu sözdən. Özdə ehtimad elədiyim böyük alimlərdən, ariflərdən biridir, yol getmiş adamdır. Yol getmiş adamdır. O deyir ki, bəzən bir dənə uğurlu səcdə eləyərsən, çox ümid verici sözdür. Məsələn, sən indi neçə yaşın var? 30 yaş, 40 yaşın, 50 yaş. 40 yaşda nə qədər xətalar, günahlar eləmişsən, bitirmirsən də neçə illəri, deyir, bəzən bir dənə səcdə bütün boşluqları doldura bilər. Nəticə belə ola bilər ki, elə bil ki, 40 ildir bəndəli eləmişsən Allah. Bir dənə səcdə ilə tutar, alınar, yerinə düşər, rəhməti çəkər, elə olar ki, 40 il kompensasiya eləyər.